Bir də mənim üçün danışmaq sənin başın üçün deyil. Sən ged öz alənlə danış. Bir də özündən danış. Başdan ayağa səndən ensiklopediya, nə bilim mən, dastanlar, kitablar, romanlar yazmaq olar. Ged ondan danış ilə da. Sən niyə tellidən danışıb? Hətta mənim aləmi deyir ki, mən onun ailəsinə xələr gəlir. Sən niyə mənim aləm birincisi ağzı? Mənim aləm, bax mən deyirəm. Mən necə var? Mən belə buradan da deyirəm. Ağ yüyərəm, qara sərərəm, onu da yollara sərərəm. Bunu biləsən. Sən bilirsən ki, mənim xarakterimi, mənə bir söz deyənin Zaur kimliyindən asılı olmayaraq ha. Mənim demişəm quyruğumu basanın, mən başını basacağım. Bir dənə alo deyim, alo. Yox Zaur. Bir dəqiqə telefon. Alo. Salam Zaur. Salam Zülfiyə xanım. Sizi və evdəkiləri. Zaur, yaxşı, dünəndən bəri mənə də zənglər gəlir. Bəli. Mən yenə də deyirəm, mən heç kimin şəxsiyyətinə toxunacaq bir şey işlətməmişəm, işlətmərəm də. Ədəbindən susur, ədəbsiz susturduğunu zənn eləməz. Mən də deyirəm da, hayasız yanında susanmaram mən, amma utancaq yanında utancağam mən. Sən əgər istəmirdinsə da, niyə bu şeyi alovlandırırdın? Nəyə görə? Bircə, Telli xanım, bircə dəqiqə. Demək sən Telli xanım. Bir dəqiqə, sözümü deyib bir. Cavabını verəcəm, çünki senaryoya başladı. Bircə dəqiqə söz deyim. Telli xanım. Nə qədər başladacaq o qədər. Bircə söz deyim. Zülfiyə xanım. Bir dəqiqə Telli xanım, xahiş eləyirəm. Telli xanım, bir dəqiqə xahiş eləyirəm. Zülfiyə xanım, eşidirsiniz məni? Mən eşidirdim. Bircə sual vermək istəyirəm. Siz burada rəngarəng verilişində, Manaf Ağayev də buradaydı. Telli xanımla sizi barışdırdıq. O barışığı siz qəbul etməmişsiniz? Ay qardaş, mənə sual verdi ki, görüşməmişəm. O ağız başı çıxmırsa söhbətdən, analiz eləyə bilmirsə, ətrafında kim varsa ona analiz eləsin söhbəti. Sonra qansın. Qanmırsa bunu qandırsınlar bu bir. İkincisi də bu ki, mən demişəm salam versə salam alaram. Çünki sən danışıq danışa bilmirsən. Ağzının danışığını nə qədər bilməyəcəm, mən də